Rusiyada miqrantı qeydiyyata almayan ev sahibini 5000 rublə qədər cərimə gözləyir. Yerli medianın məlumatına görə miqrantı qeydiyyata almaqdan imtina edən mənzil sahiblərini 5000 rublə qədər cərimə gözləyir. Qanunvericiliyə əsasən Rusiya ərazisində xarici vətəndaşların yerləşdirilməsi ilə bağlı qəbul edən və dəvət edən tərəf məsuliyyət daşır. Stat: Rusiya ərazisində xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin qalma qaydalarının pozulmasına görə müəyyən edilmiş inzibati məsuliyyət mövcuddur. Müəyyən olunmuş qaydaların pozulması ilə yaşayış sahəsinin təqdim edilməsi inzibati xəta hesab olunur və bu 5000 rublə qədər inzibati cərimənin tətbiqinə səbəb olur. Statın sonu. Hüquqşünaslar isə bildirirlər ki, vəzifəli və hüquqi şəxslər üçün bu qayda pozuntusuna görə cərimə məbləği 500 min rublə qədər arta bilər. Ekspertlərin isə sözlərinə görə xarici vətəndaşların gəlişi barədə miqrasiya qeydiyyatı orqanına 7 iş günü ərzində məlumat verilməlidir.